İyulun 7-sində Bakıda və Abşeron yarımadasında havanın tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin səhər şəhər ətrafı ərazilərdə az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində güclənəcək. Temperatur gecə 20-23, gündüz 27-30 dərəcə isti, atmosfer təzyiqi isə 753 mm civə sütunu olacaq. Sabah Naxçıvanda da gün ərzində bəzi yerlərdə arabir yağış yağacaq. Temperatur 23-29 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, ayrı-ayrı yerlərdə intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcək. Şimal və qərb rayonlarında yağıntılar güclənəcək, gecə və səhər duman olacaq, qərb küləyi arabir güclənəcək. Temperatur gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 18-23, bəzi yerlərdə isə 25-29 dərəcəyə qədər isti gözlənilir.